Əsrlər boyu bəşəriyyətin müharibə meydanları dəyişib. Quru, dəniz, hava. İndi isə yeni bir sual ortaya çıxır. Növbəti savaş harda olacaq? Bu buraxılışımızda kosmos müharibələrindən danışacağıq. $20-ci əsrin ortalarında soyuq müharibə illərində kosmos ilk dəfə geosiyasi rəqabətin simvoluna çevrildi. SSRİ və Birləşmiş Ştatların kosmik yarışı Aya ilk insanı çıxarmaqla yekunlaşmadı. Bu yarışın arxa planında daha qorxulu bir məqsəd vardı. Orbitdə hərbi üstünlük qazanmaq. O dövrdə açıq şəkildə kosmosda silah yerləşdirilməsə də gizli layihələrin mövcudluğu sir deyil. Bugünsə mənzərə tam başqadır. Dünyanın böyük gücləri, Birləşmiş Ştatlar, Rusiya, Çin, hətta Hindistan kosmosda sadəcə peyk buraxmaqla kifayətlənmir. Onlar kosmos qüvvələri yaradır, orbitdə peykləri sıradan çıxara biləcək texnologiyalar sınaqdan keçirirlər. Məsələn, 2007-ci ildə Çin öz köhnə peyklərindən birini raketlə vuraraq məhv etdi. Bu addım beynəlxalq ictimaiyyətdə şok effekti yaratdı, çünki artıq hər kəs anladı. Orbitdə peyklər, yəni rabitə, internet, GPS, hətta bank sistemləri bir neçə dəqiqəyə sıradan çıxarıla bilər. 2020-ci ildə Birləşmiş Ştatlar rəsmi olaraq kosmik qüvvələr komandanlığını qurdu. Rusiya və Çin də oxşar addımlar atdı. Bu sadəcə simvolik deyil, çünki 21-ci əsrdə informasiya müharibəsinin əsası peyklərə bağlıdır. Peykləri vurmaq bir ölkənin iqtisadiyyatını, ordusunu, hətta gündəlik həyatını iflic etmək deməkdir. Ən böyük təhlükə odur ki, kosmosda silahlanma hələlik heç bir beynəlxalq hüquqi mexanizmə ciddi şəkildə tənzimlənmir. 1967-ci ildə imzalanan kosmos müqaviləsi nüvə silahlarının kosmosa yerləşdirilməsini qadağan edir. Amma adi silahlar, peykləri sıradan çıxaran lazer və ya elektron müharibə texnologiyaları barədə konkret qadağa yoxdur. Beləliklə sual yaranır. Kosmos yeni müharibə meydanına çevriləcəkmi? Ekspertlər deyirlər ki, risk çox böyükdür. Çünki dövlətlər orbitdə bir-birinin peyklərinə təzyiq vasitəsi kimi baxmağa başlayıblar. Bu isə bəşəriyyət üçün böyük fəlakət ola bilər. Təsəvvür eləyin, peyklərin zəncirvari məhvi kosmosu qırıntılarla doldura bilər. Bu hal Kessler sindromu adlanır. Yəni orbitdə o qədər dağıntı yaranır ki, gələcəkdə heç bir ölkə kosmosa peyk buraxa bilmir. Başqa sözlə, bəşəriyyət öz əli ilə kosmosu özünə qadağan edə bilər. Amma bəlkə də hələ gec deyil. Çünki beynəlxalq əməkdaşlıq nümunələri də mövcuddur. Məsələn, Beynəlxalq Kosmik Stansiya, Birləşmiş Ştatlar, Rusiya və Avropa, həmçinin Yaponiya və Kanadanın birgə layihəsidir. Yəni kosmos həm də sülh və əməkdaşlıq məkanı ola bilər. Tarix bizə göstərib ki, insanın yaratdığı hər bir yeni texnologiya iki üzü olan qılınc kimidir. Həm fayda gətirə, həm də faciə ilə nəticələnə bilər. Kosmosda istisna deyil. Seçim isə dövlətlərin və bəşəriyyətin əlindədir. Bu sual açıq qalır. Gələcəyin kosmosu ulduzlara gedən insanlıq yoludur, yoxsa yeni müharibə meydanı? Fikirlərinizi şərhlərdə bizimlə bölüşün. Dünya güc balansı hər gün dəyişir. Bəs bu prizmanın mərkəzində hansı güc dayanır? Very confident. Very confident. Prizma siyasi, iqtisadi, hərbi və texnoloji göstəriciləri təhlil edir. قانونی و مشروع Qlobal güc oyunlarının regionumuza təsirini burada izləyəcəksiniz.